Salam, sabahınız xeyir olsun. Hər birinizi belə bir gözəl gündə xoş gördük. Gününüzün yaxşı keçməsi üçün də hər gün olduğu kimi, yəni hər gündə deyəndə həftə içi 5 gün olduğu kimi çalışacağıq ki, maraqlı veriliş təqdim eləyək ki, gününüzdə də xoş əhval-ruhiyyəli olasınız. Bugün Ümumdünya Əlillər Günüdür. Bu münasibətlə fiziki qüsuru olan bütün insanları təbrik eləyirik. Yəni, sənət sərhəd tanımır. Qoy belə deyək, çünki bugünkü dövrdə ətrafa nəzər salsaq görəcəyik ki, onların etdikləri sənətlərdənmi deyək, sonra ifalardanmı deyək, yəni o qədər gözəl işlər təqdim eləyirlər ki, seçmək belə mümkün deyil. Belə götürəndə deyir, həyat güclü insanlara həmişə təsir göstərir. Çünki bilirik ki, güclü insanlar əgər yıxılacaqsa, onlar ayağa durmağı bacaracaqlar. Zəiflərə isə həyat toxunmur. Çünki onlar onsuz da yıxılıblar. Yəni, yıxılmayaq, həmişə ayaqda duraq. Çünki hər bir insanın hər zaman qeyd etdiyimiz kimi içində gözəl bir sənət var, gözəl bir his var, yaratmaq var, yaşamaq var. Yetər ki, həyat dolu olaq, həyat baxışlarımız düzgün olsun, həyatda gözəlliyi axtaraq, onda həyat öz axarı ilə gedəcək. Sabahın xeyir olsun, Elvin, necəsən? Tazirə xanım, mən də sizi salamlayıram, qonaqlarımızı salamlayıram və biz bugün... Yenə şar. Biz nə vaxt şar işləmişik ki, deyirsiniz yenə şar? Artıq məndə adət alıb. Sənin gördüyün işə müdaxilə edeyim ki, yenə bu. Pahalılıq da bu yəqin. Ola bilər. Bəli, biz bugün şardan bugün çox fərqli bir sulla, gözəl bir suvenir hazırlayacaq ev üçün. Biz bunu, mən qərar verirəm ki, bu suvenir kimi nəzərdə tuturam, ancaq biz bunu bir müzür qabı kimi, bir gül qabı kimi hər cürə istifadə edə bilərik. Bunun üçün bizə bir şar lazımdır və gördüyümüz bu qazet parçaları xırda parçalara bölürük. Və belə bildiyimiz PV kley deyirlər, belə lord edəcək, yapışqandan istifadə edirik ki, bu günə söz verirəm ki, qutarmayacaq, çünki PV kley biraz gec quruyan kleydir və bunun üzünü biz qəlbini çəkəcəyik. Söz verməyə ehtiyac yox idi, biz ümid eləyirik ki, bugün bitməyəcək, artıq adət eləmişik ki, sənin hazırladığın iş bir günə bitməsin. Yox, Tazirə xanım, qurumuruq, mən neyiniyim? Söz verirəm deyəndə fikirləşdim ki, yəqin ki, bitəcək. Yox, bitməyəcək bugün, çünki qurumayacaq, biraz quruması uzun çəkir. Biz bunu bugün qəlbini hazırlayacaq, belə deyim sizə, kağızların üzərinin qəlbini hazırlayacaq. Sonra boşaldacağıq, hə, şarı? Bəli, şarı boşaldıb çıxardacaq içindən və onu hazırlayan sonra üzərinə biz istədiyimiz şəkili çəkəcəyik və gözəl bir iş işləməyə və üzünü rəhləməyə davam edəcəyik gələn verişlərimizdə. Gərək arada da belə deyərdin ki, və bu arada ləzzətli kokteyllərimiz olacaq ki... Ləzzətli kokteyllərimiz olacaq bizim, həmişə olduğu kimi. Təşəkkürlər. Bugün isə mən qonaqlarımıza təqdim etməzdən əvvəl istəyirəm mövzumuzu xatırladım. Bugün güclü, zəif insanlardan danışacağıq. Yəni, güclü insanlar kimlərdir? Əgər canlı yayımımıza qatılmaq istəsəniz, 264-12-12 nömrələrimiz aktiv və bütün Touch Show tamaşaçılarının ixtiyarındadır. Buyurub zəif vura bilərsiniz. E-mail poçt ünvanımız isə touchshow@kpstv.az-da. Yenə deyirəm, gün ərzində tamaşaçılarımızın ixtiyarındadır ki, arzular, istəklər, əgər sizin də qeyri-adi bir sənətiniz varsa, buyurub verilişimizə dəvət ala bilərsiniz və bizimlə burada həmin qeyri-adi sənətinizi paylaşa bilərsiniz. Qonaqlarımız isə Zakir Xıdırov, Yevlax şəhərinin Tanrıqullar kəndindən gəlib, xoş gördük. Necəsiz? Sabahınız xeyir, sağ olun. Sabahınız xeyir olsun. Əvvəla, Kəbəz Televiziya Studiyasına təşəkkürümü bildirirəm. Uzun ömürlü olsun. Projektlərimizə salamlayıram. Hamısını sağ olsunlar. Çox sağ olun. Şərait yaradıblar. Bütün Azərbaycan xalqımı salamlayıram efir vasitəsilə. Televizorun qabağında bizim əziyyətimizi çəkib, televizor qarşısında duran tamaşaçılarımıza salamlayıram. Təşəkkür edirik, çox sağ olun və Nəsimi Qarayev, Qaziyev, instrumental saz ifaçısı. Xoş gördük. Necəsiz? Təşəkkür edirəm, sağ olun. Yaxşı olun. Artıq mən mövzunu açıqladım. Bax, güclü insan kimdir? Zakir bəy, necə olmalıdır güclü insan? Güclü insan, nətən deyim? Olduğu kimi, necə var? Ayaqda durmağı bacarmalıdır, güclü Ayaqda durmaqla deyil güclü insan. Bəli. Güclü insan gərək öz fikrində, beynində güclülük ola. Əsas güclülük budur. Nə olsun ki, əlilik, bu elə bir işdir ki, çoxdur. Güclü insanlar var, cürbəcürdür güclü insanlar. Güclü insanlar var, maşın yığmaqla güclü insan olur.
Əmrim mən ifaçı ilə güclü olur, sənətinlə. Buna hər daimi öz fikirlərində nətə deyim, bu elə bir işdir ki, Bəli. bu Allah vericisi kimidir. Gərək Allah Taala verə beyninə, kəlləl olasan, nə bilim mən. Özündən asılı deyil o. Gecə yatırsan, görsən beyninə bir texnika gəlir. Və şəxsən mən, indi özüm, yəni çoxdur mən bu əl şəraitlərim. Yəni mən indi 4 dənə belə bu verilişinizə görə, qısa olduğuna görə, yəni 4 veriliş nədir? Alətlə. 4-5 ilə. 4-5-ə belə mümkün var da. 4 sənətlə məşğulsunuz, yoxsa Yox, çox ifa sənət. eləyirsiniz? İfa eləyirəm, yəni Sonra- oxumağım var. Hansı musiqi alətlərində ifa eləyirsiniz? Mən birinci nağarada iştirak eləmişəm, 10 il nağarada getmişəm. Harca bir 10 il belə qarmon ifaçısı olmuşam. İndi saz ifaçısıyam. İndi bu, Allah heç kimə göstərməsin, mən 2011-ci ildə avariya düşdüm. 4 ildir mən beləyəm. Avtomobil qəzasından əvvəl yəqin ki, siz ifa edirdisə? İfa elirdim, duruq gəzirdim, işləyirdim. Bu qəzadan sonra mən 2 il işlətmədim sənəti. Bəs niyə? Sizə nə mane olurdu? Çünki arxasız da qaldım. Arxasız da qaldım. 1 ildir mən hələ belə gözləyirəm, otururam. 1 ildir. 1 ildir belə otururam. Ondan əvvəl müğənni kimi fəaliyyət göstərirdiniz, yoxsa necə? Bəli, mən 30 ildir bu sənətdəyəm mən. 30 ildir mən bu sənətdəyəm. Arada bir 5 il, yəni Allah ölənlərə rəhmət eləsin, bütün cəm Azərbaycanlıların. Biz ailəvi idik. Biz ailəvi musikant-idik. Qardaşım gitara çalan idi, rəhmətə getdi. Ondan sonra əmin aparatı da satdı. Artıq sizdə irsidir, hə? Musiqi ilə məşğul olmaq. Bəli. Mənim dayılarım saz çalan olub. Saz çalan olub. Mən özüm əslində qarmon çalırdım. İlk sənətiniz İlk qarmon. sənətim nağarı olub, sonra nağara, keçmişəm sonra- qarmona. Bəs niyə dəyişdiniz aləti, musiqi alətini? Elə bir gedirdim qıraqdan yığma olurdu. Amma belə nətər deyim, tək kimi idim. Tək kimi idim. Sonra sağ olsun qardaşlarla birləşdim. Bir 10 ildir bu qardaşlarlanam. İndi deməli yeri gəlsə həm saz ifa eləyirsiniz, həm qarmon ifa eləyirsiniz. Bəs nağara necə? Nağara ifa eləyirsiniz? Eləyəcəm, oxuyuram da. Onda sizə heç musiqiçilər lazım deyil. Yox, baxma da indi tək Tamamlamalıdır, bütün musiqi alətləri olmalıdır ki. Çıxmır. Bəs toylara necə? Dəvət eləyirlər, Dəvət gedirsiniz? eləyirlər, niyə eləmirlər? Gedirik toylara, dəvət eləyirlər. Elə deyəsən Nizam bəy, Zakir bəylə mən danışacağım. Siz heç qatılmısınız. Bəs siz necə? Güclü insan necə olmalıdır? Mən güclü insanı sadəcə iradəsi güclü insanı güclü insan qəbul edirəm. İradəsi güclü insan. Yəni fiziki güclülük, boy buxunla, yəni bununla mən insanı güclü təsəvvür eləmirəm. O insan ki, iradəsi var, belə deyək, iradəsi yerindədir. O insan həyatda hər yerdə güclü ola bilər. Hər bir sahədə. Bütün hallarda. Və bir də üzr istəyirəm, mənim adım Nizami deyil. Nəsimi bəy, üzr istəyirəm. Aha. Bəli, Gəncədə Nizami ilə bağlı deyil, hamının adı Nizami deməyə Hə, ola bilər, yox. Nədənsə məndə olur hərdən. Özü də necə başladımsa veriliş boyunca əgər desəm üzr istəyirəm. Hamısı Zakir bəydən oldu. Zakir bəy biraz dəyişiklik elə Zakir bəy. Hamısı ondan irəli gəldi ki, Zakir bəy biraz dəyişiklik elədi, mən də qaldım Nizami bəydə. Nəsim bəy oldu. Aha, bəs zəif insanlar necə? Yenə də mən ancaq belə bağlaya bilərəm. İradəsi olmayan insanlar da zəif insanlardır. Yalnız budur, yəni iradəsiz, iradəsiz olmaq. Mənim düşüncəmə görə. Məncə elə deyil. Belədir ki, tənbəllik də var. Tənbəlliyi iradəliklə müqayisə etməyək. Çünki insanlar var ki, bilirsiniz necə, haradasa çıxış yolu tapa bilmirlər. Bir neçə sənətlə məşğul olmaq istəyirlər və seçim qarşısında qalırlar. Bax, bir əldə bir neçə qarpız saxlamaq olar? Üzr istəyirəm. İndi toylara gedirəm. Aha. Deyir ki, məsələsi, qardaş, sən bir toya getmişdim. Birini qoyaq, birinə gedək. Bir toya getmişdim, mən özüm alış-verişlə məşğul idim. Yəni, boş duranda nə var mı olsan? Heç nə. Getməlisən. Mən balıq alış-ver eləyirdim. Aha. Mesela getdim, dedim, getdim məclisə,
Dedi ki, onda müvaris dədəsi var idi. Buradan da salamlayıram Salih müəllimi. O da qıçasının biri yoxdur. Allah işimə göstərməsin. Neyse onun oğlan askere gitti. Gittim, dedim gelip yola vereceğim. Bana dedi ki, sen libasına bakıram. Onu köyüne paltarda giyinirdi sana. Aha, Minikte olan insanlar. bəli. Dedi ki, senden ifası olar. Dedim heyvanını da ben getirip vereceğim, korkma canım. Gelip yola vereceğim. Dedi, gitti eve gitti gel. Bir tane var, yoldaşına dedi ki, dur elini giyin. Aha, Dur elini giyin, gidelim. Bir hala dedi, dur bunun sözü bana təsir edeyim. Ben qonaqlıq verməyəcəydim. Bu bəli. nəsə bana təsir edir. Neyse, bir gördüm zəng gəldi, bir gün keçdi. Dedi ki, gəlib muskatlarımı götür gəl. Amma dedi, təksənə gəl, bir dənə də sindidator olsun. Dedim, mən öz bildiyimlə gələcəm da, pulun zadın lazım deyil. Aha, Ben elə bir insanım. Dedi, pulum lazım deyil, getdim, nəsə yola verdik. Ham maraqlanır ki, görürəm, bu balıq satır. Bunun sənəti nədir? aha. Məndə də indi görəsiz də, indi məndə saz ayrıca çıxır. Mesela qutardıq, gecə yola verdik. Çərdən dədəsi dedi ki, ged ona çatdırıcıyla şeyi. Geç sənətinin dağılır, balığı tulla. Deyirəm, mən bu sənəti işlədirəm də. Bəli. Bu sənət də ki, nə var malıyıq? Nəsə gecə qutardıq. Dedi ki, yox, səni hara buraxırım mən. Dedim, niyə gündəz sənə, sabah toydayam. Dedi, yox, saat çəkin buradasan gecə. Nəsə təzdənə, yemək qarda, dedi, təzdənə, biliyorum, ağlaşırlar. Deyir ki, sən məni yaman ağlatdın. Dedim, ağlamaq deyəndə, birinci sifdə uşağın da, bunu eləmək lazım idi. Dünya şey nə bilmək olur. Musiqi ifa etdiniz, yoxsa Yox. sazda? Sazdan Fərqli necədir? Bax, Nəsimi bəy də ifaçıdır. Fərqli deyəndə necə alınır ki? fərqli budur ki, bana demiş ki, təksənə gəl. Aha, Gördü ki, 3-4 nəfərlə gəlmişəm. Dedim, mən narahat olma canım. Yəni yola verəcək. Mən də sənin kimi kasıb oğlanım da, elə ola biz milyoner olaq. kasıbın ürəyi geniş olur. Bəli, bəli. Mən Həm də bilirsiniz necə, Zakir bəy, sənətini sevən insan qarşısındakı insanı heç fikirləşmir. Ən əsas özünü fikirləşir ki, sənət göstərəndə insan sizin özünüzü görəcək. Yəni sizin özünüzə qiymət verəcək. Bəli. Artıq o sizin özünüzə qalır. Yaxşı və ya pis. Buyurun, davam edin. Nəsə bizim gecə dedim, getdik, gəldik evə. Səhər müalicəş gəldi. Aha. Zək gəldi ki, deyir, o muskatlar hardan gəlmişdi? Deyirəm, mən 5 bu kəndi toyunu mən salmışam. Baltılı kəndi var, çox getmişəm mən o tərəflərə, toylara. Yəni, dəyişirildim də, avarədən sonra laf dəyişirildim. Hava görməyən adam nətər olmalıdır. Gedirdim, başqa kətlərə, vallahi məni tanımırdılar. Bana deyirlər ki, kökərmisən, deyirəm, belə kökərməyə nə deyəsən? Bu qədər çətinliklərə baxmayaraq, bax bugün siz yenə də sənətinizlə məşğul olursunuz, yenə də heç bir insandan seçilmirsiniz. Belə də olmalıdır. Yəni insan hər bir halda, hər bir çətinliyin öhdəsindən gəlib, sinə gəlib, belə deyək, yəni çətinliklərə dözməlidir. Əgər şuur varsa, beyin fikirləşirsə, əlbəttə ki, bacardığın bir işlə məşğul olmaq lazımdır. Bax, bugün görürük ki, elə bir şərait yaranıb ki, bütün fiziki qüsuru olan insanlar nəyi bacarırlarsa, həmin sənətlə də önə çıxırlar. Elə rəsmlər yaradan insanlar var. Məsəl üçün, gözdən əlildilər. Onlar elə bir xaliqələr yaradır ki, baxırsan, həmin insanlardan özünə necə örnək götürürsən. Mən bu sənəti öyrənəndə məktəbdən axırıncı dərsdən icazə alırdım həmişə. Müəllim dedi, sən nə qədər icazə alıbsan? Deyirəm, müəllim, nə varım? Oxumamısınız, hə? Oxumuşam, mən prosto meyilim düşdü muskantlığa, belə sənətə. Musiqi təhsilim yoxdur, oxumamışam. Heç bir musiqi... Heç nə oxumamışam, özüm öyrənmişəm hamısını.
Nə müəllimim olum, nə deməyiblər, hə, bunu belə elə, belə elə. Yəni hamısını özümdən daha yəni Allah verən vericidir. Bir də siz söylədiniz ki, ehtiyac olurdu, nağaranı cərb alətini qoydunuz, keçdiniz qarmona, hə? Qarmona keçdim. Bəs Çünki mən onu deyəcəydim, vurğulayacaqdım. Mən deyirəm də, mənim kitara çalan qardaşım rəhmətə getdi. Bəli. Mən elə bir təhləndim. Mən özüm qarmon çalırdım. Yəni, anam da gelir ağlayır, nə bilim, dedim, ana, bunu satmayı. Bunu satması mahvəyə şeydir, bunu itirim. Onu itirəndən sonra yəni biraz yaxşı oldu. Arada 5 il işlətmədim. Dedim ki, biraz arası olsun. Ana da baxmacına. Nəsim bəy, sizin necə bəs musiqi təhsiliniz var? Yəni Var, bəli. Sizdə necə? Deyirlər ki, ümumiyyətlə musiqiçi olanda irsən gəlir, qandan gəlir. Ailədən gələn bir şeydir, yoxsa tək sizdədir? İncəsənətə meyilli ailədən gəlir, bəli. Mənim atam şairdir. Ancaq musiqiçi yox. Demək olar nəsil nəzabətdə yoxdur. Ola bilsin həvəskar, kim sevində işlədə bilər, ancaq musiqi təhsilim var, bəli. Ancaq sazı da belə söz sənətinə, şairliyə gətirib calamaq olar. Çünki hardasa saz söz sənətidir. Bəli, yəni ixtisasım saz deyil. Mən musiqi məktəbini, mən də qarmon sinfini bitirmişəm, ancaq sonralar mən meylim saza, simli alətlər olduğuna görə keçmişəm yenidən saza. Simli alətlərdə də gəlib sazda dayanmışsınız, hə? Bəli, indi məclislərə gitara da aparırıq, bunu da aparırım, ancaq. Ən çox bax tələbat nəyədir? Saza yoxsa gitaraya? Bu günün tələbatı saza çoxdur. Saza çox tələbat hiss edirəm mən. Niyə görə? Yəni ki, xalq onu niyə görə ən çox tələb eləyir? Özdə indi məsəl üçün instrumental saz ifalarına daha çox yer verilir də. İndi saz deyəndə aşıq fikirləşirik. Bəli, yəni sazı aşıq fikirləşirdik. İndi aşıqlar üzr istəyirəm, məndən inciməsinlər. Bəlkə səhv deyirəm, bilmirəm. Yəni bu günə kimi görmüşük aşıqların musiqidə deyək də ritmləri qaydasında olmuyor. Kökləri qaydasında olmuyor və saz musiqi aləmindən biraz uzaqda qalıb. Bu gün ancaq onun musiqiçilər biraz professional səhnəyə gətirib, onu qaydasında, kökünü qaydasında, ritmini qaydasında eləyəndən sonra insanların saza meyli demək olar tamam fərqli olur. Yəni bütün insanlar yaşından asılı olmayaraq, yəni cinsindən asılı olmayaraq hər kəsin saza meyli fərqlidir bu gün. İnstrumental saza belə dediniz də. Bəli, ancaq belə götürəndə saz deyəndə hardasa orada da dəyişmə insanın gözünün qabağına gəlir. İnsanların zövqü müxtəlifdir. Bəli, yəni sözsüz, mən yəni sözsüz sazdan söhbət edirəm də, danışmamış, oxumamışam. Ümumiyyətlə heç oxumamısınız, yəni ki, sadəcə ifa eləyirsinizsə, özünüzdə instrumental saz ifalarına daha çox bəlkə özünüz məşğul olursunuz deyə ona üstünlük verirsiniz, yoxsa necə? Ola bilər. Yəni, ancaq sadəcə yenə deyirəm, sazda aşıq havalarına sırf meyil sala bilmirəm. Yəni o qədər aşıq havalarına. Ancaq kökdən elə gəlməlidir də. Mənə elə gəlir ki, birinci onları bilməlisiniz ki, bünövrəsi olmalıdır, bünövrə oradan da başlayır. Bünövrəni bilməyən işin də mənə elə gəlir ki, gələcəyi olmayacaq. Yox, demirəm mən bilmirəm. Yox, sadəcə işlətmirəm. Mən meylim yoxdur o sahədə. Sırf həvəsim, meylim xalq mahnılarına, muğamlara, sazda bu səvkidə istifadə eləməkdir. Bəs siz necə qəbul edirsiniz, Zakir bəy? Bayaq vurğulayacaqdım, bu dediniz ki, 5 sənət sənət, 3 sənət sənət deyirək, bir sənətin dalından getdi. Mən onu, nətər deyim, pis baxmırım 5-6 sənət işlədənə. Televizora baxarıq da biz də. Deyir ki, bu sənətin dalından getdi. Mən bu sənəti bu əlimlə işləyirəmsə, getdim, o belə düşdüm, bu əllərim kəsildi. Düzdürmü? Peki bu şeir deyəcək. Şeir tərk eləməlidir. Əlbəttə ki. Deyir bir dənə sənətin dalından get. Çox sənətin... Yox, o yəqin ki, həmin insanlara şamil olunur ki, bir sənətin öhdəsindən gəlməyən insanlar var ki, artıq bu sənətin öhdəsindən gəlmirlər, keçirlər o biri sənətə, bu biri sənətə. Yəni, bu belə insanlara yarımçığa görə ola bilər o, yarımçıq. Yarımçıq eləmək də düzgün deyil. Yəni, bunun ziyanı yoxdur. Mən bu dəqiqə, indi tam görməmişsiniz, mən adi şaketlə toxuyuram. Yəni toxumağı da bacarırsınız. Şaket toxuyum, bir şaketlə toxuyum, verim. Hələ ona da vaxt tapırsınız. Toxumusunuz yoxsa deyirsiniz toxuya bilərəm. Bu, aradasa bir 10 ildir bu sənət gördüm ki, də moddan düşdü. Çox məktəbdən ondan ötəri qaçırdım. Bu haqda toxumaq üçün yoxsa necə, yoxsa musiqi üçün? Toxumaqdan ötəri qaçırdım. Fasiləmiz var, fasilədən sonra davam edəcəyik.
Təşəkkür edirəm, çox sağ Sağ olun. olun və gözəl ifadan sonra əlbəttə ki, ləzzətli bir kokteylimiz olacaq ki, Zakir bəy də içsin, siz əziyyət çəkdiniz. Sonra Zakir bəyin ifası gələcək ki, görək fərqli ifa deyirdi. Biz də burada fərqləndirəcəyik, ancaq toxumaqda qalmışdıq ha Zakir bəy. Evet, Görək belə də bacarırsınız, yoxsa əlinizdən biri çıxarmısınız? Yox, bacarıram. Bacarırsınız, hə? Ol- Heç toxumusunuz Vallahi bir gecədə bir şəkil toxuyurdum. Bir gecədə. bir gecədə. Səhər yatmırdım. Bu da Belə ondan- həvəs var idi Aha. məndə. Bu da ondan Ya- irəli gəlir yəni ki, bu dəqiqədə- işlək insan hər bir işin öhdəsindən gələ bilər. Bəli, belədir. Bəs tənbəl insanlarla aranız necədir? Nəsim bəy, xahiş edirəm siz də bizə qoşulun. Bəli. Hərdən bir də mövzumuza müdaxilə eləyin. Tənbəl insanlar. Mən indi sizə nümunə olaraq tənbəl insanları göstərəcəm. Hansı ki, burada məclisin qızışmasına imkan vermədilər. Bu insanlar kimlərdir? Biraz sonra deyəcəyik. Kimlərdir tənbəl insanlar? Tənbəl Çağrılan yerə gecikən cürbəcürdür da, insanlar. tənbəllər cürbəcürdür. Yəni bu sənət kimidir. Bəli. Biri var, deyir ki, məsələ səhər tezdən gəl bir yana gedək. Qalxmır. Bu belə bir tənbəllik olur. Biri var, əlindən heç nə gəlmir. Deyir, həmişəm tənbəl onu yaxın getmə. Biri var səhlənkar tənbəllər. Səhlənci cürbəcürdür. Aha. Sədalasan bəlkə də 100 cür. Bax, ətrafınızda olan insanlar tənbəldilər yoxsa qoçaqdılar? Siz bugün bizim üçün bir nümunəsiz. Biz hər şeyi sizdən nümunə götürəcəyik. Ona görə ki, yəni bizim belə deyəndə bütün insanların səhər-səhər xoş əhval, insanlarda xoş əhval yaratmaq üçün ən gözəl şeylərdən danışırıq. Bax, bugün siz bu vəziyyətdə də olsa, yəni ki, çox yaxşı vəziyyətdəsiz. Misal üçün, ifa eləyirsiniz, musiqi alətlərində ifa eləyirsiniz, çağrılan yerə gecikmirsiniz. Bunun özü artıq bilirsiniz necə? Həvəsdir, həyata həvəs. Tənbəl insanların belə götürəndə elə bil ki, həyata həvəsləri də olmur, hə Nəsim bəy? Yəni artıq onlar heç bilmirlər, nə etsinlər, necə etsinlər, gecədən fikirləşmirlər ki, sabah mən hansı işləri görəcəm, hara gedəcəm planlı şəkildə. İndi siz burada gözəl bir ifa eləyərdiniz, musiqi alətlərində ifa eləyərdiniz. Kimin günahı oldu bugün burada əyləşməyinizin? Bu saata qədər. Ümumi vəziyyətin. Yəni Ümumi şəhərdə olan vəziyyətlər- tıxacların, uzaq yol cəhətlər, bunlar nəzərə almaq olar. Hava Yəni da belə gəlirik. işdir, yol dumanlı olub, yağışlı olub. Yəni başa düşürəm. 70 km Kibəsə yol. orada gəlir. biraz gecikirsən. Aha. Bəs siz nə üçün gecikmədiniz? Mən tez gəlməli idim. Tənbəllikdən gedir söhbət. Ay sağ olun, elə Hə. tənbəllikdən danışırıq. İndi nətər indi onda onlar tənbəl oldu o bir maşın. Aha. Hep işlədilər. Artıq bugünkü söhbətimiz üçün hədəflər də məlum oldu ki, Bəli, bəli. musiqiçilər gecikib. Bəli. Siz də bayaqdan musiqiçiləri tərifləyirdiniz. Yox, şoferlik də var. Hə, yəni musiqiçi kimi Musiqiçi- əla musiqiçi ola Hə, bilərlər, bu- ancaq biraz artıq tənbəllik Bu olanda minişdir, getdin. tənbəl insan bax sənəti irəli apara bilər yoxsa yox? Nəsim bəy? Xeyr. Tənbəlliklə heç biri. Bəs heç Yo, danışmayan aparan- insan sənətini necə göstərə bilər? Yəni ifalarınla yoxsa necə? Elə Sənəti ilə də bəli. sənəti ilə elə baxır insana, hə? Elə İnsana insan baxır, var çox ki, danışmırsa, demək olar danışmağa fikir vermir. Ola bilər, heç bir iş görə bilmir, ancaq işini ancaq sənəti ilə göstərə bilər. bəs elə yer var ki, yəni orada danışmağa da ehtiyac olur ki, hər halda ifa gəldikdən sonra ifan haqqında artıq fikirlərini söyləyirsən. Biz də elə bir gözəl, bizdə də elə bir gözəl Lakanik fikirlər olar da, o yaradıq. qısa lakanik danışmaq olar o da. Hə, qısa və Uzun konkret uzadı də- yox, biraz yormaq. Danışıqla yormaq xoşlamıram. Yəni ümumiyyətcə tək mənə aid deyil, ümumi deyirəm ki, Aha. çox danışıb qarşıdakı insanı yormaqdan az 2 cümlə deyib onu nəsə çatdırmaq xoş olar. Siz necə baxırsınız bəs Zakir bəy? Mənim tənbəl insanlar var. Heç bundan unamazsan ki, belə də, yəni birdən-birə gəlib səni keçir. Aha. Biri var, yaşlandı. Deyirəm, buna bax, indi eləsi var, deyir, bu səydir, bu deyir. O səy gəlib el adam olur ki, tənbəl. Bax, gəlib el adam olur ki, deyirsən, buna bax, heç bunu mən yolda da götürmürdüm. Aha. Bunun altının maşınına bax, nə bilim, hər şey Deməli bu insan Tənbəl. artıq çalışırmış. çalışır, Çalışırmış. çalışır. Eləsi var, sərbəst iş görür. Aha. Sirni heç kimə demir, tənbəl kimi aparır. Yəni elə tanıdır özünü. Aha. Bəs sirrini heç kimə verməyən insanlara necə baxırsınız? Deyir, sirrin dostuna demə, dostunun da dostu var.
Ancaq paylaşmaq da gözəl şeydir. Paylaşmaq da gözəldir. Tası işi tək görəsən. Mənim tək xoşuma gəlir. Tək əldən səs çıxmaz deyirlər. Yox, çıxar. Gərək Şərik çıxardasan da. Gərək çıxardasan, hə? Çıxardasan onu. Ancaq hər bir insanın yaşından asılı olmayaraq mənə elə gəlir ki, hansı sahədə məşğul olursa olsun, həmişə məsləhətə ehtiyacı olur. Yox, o hər adamda olmur. İndi elə bil mən özümdən götürürəm. Bəli. Mən təkəm məsələsi. Demirəm, dədəm var, anam var, hamısı var. Yox, o heç. Məsəl üçün Məsələsi. sənətdən söhbət gedir. Sənəti mən şəxsən demirəm ki, bunun burasını nətər edirsən, çalın məndə. Deyirəm, indi elə oxuyanlara düşürəm ki, məsələsi bunu deyirlər ki, Cabir Abdullayev, qardaşımız ki, ata seyigahını oxuyun, onu elə bura salırlar ki, heç oxumasan bundan yaxşıdır. Ataya hörmətsizlik eləyiblər. O oxumaqla da. Yox, hörmətdən getmir söhbət. Səndən mənə də çox istəyir o atasını. Bəli. İncəliklərdən söhbət İncəlikdən gedir ki, yəni yəni qolunu qənədini qırır musiqini. Öldürür, musiqi gedir. Musiqi gedir. Əlbəttə, ona görə mən biraz əvvəl söylədim ki, hardasa, düzdür, indi hər kəs instrumental saz Mən ifasına onu yer sözümü verir. kəsərəm, üzr istəyirəm. Balla Mən kəsdiniz, indi buyurun, o- yaxşı eləyirsiniz. O seyigahı ifa eləyəcəm. Aha. Baxarsınız, gör nətərdir. Yəni artıq biz bunu... Onun möhrünü Cabir Abdullayev qardaşım vurub. Aha. Yəni indi onun köməkçisi kimi sayılan kimiyəm də. Yəni mən görüb götürənəm. Deməli, sizin musiqi təhsiliniz yoxdur, Yoxdur. ancaq özünüz çalışırsınız Bəli, öyrənməyə. telefonla, mahnı çıxdı qoyuram ora, səhərə hazırdır. Bəs çətin olmur o sizin Çətin üçün? deyil, amma Allah Teala elə verib. Allah Teala mənə zehni elə verib. Elə adamlar var, Allah haqqı, bax, aparır məktəbədə qoyur. Aha. Məktəbədə qoyur. Mənim 5-6 dənə tələbəm olub elə. Yəni mənim musiqi təhsilim yoxdur. Aha. Yəni mən deyirəm ki, bax, bu belə olmalıdır. Deyir, belə olmalıdır. Çıxardıram telefonu, deyirəm, bax, nətər gəldi oradan? Belə olmalıdır. Bax, sizin Nəsim bəy, musiqi təhsiliniz var. Var. Necə baxırsınız? Təhsil, belə deyək, musiqi heç bir, nə muğamda, nə sazda, nə xalq musiqisində müəllim öyrədən ustad şagirdə ürək verə bilmir. Ürəyini başa sala bilməz ki, sən burada bu boğaz eləməlisən, burada bunu çalmalısan, bu barmağı vurmalısan. Təhsil nəzəriyyəni, solfecanı öyrənmək başqa bir şeydir, elmini öyrənmək başqa şeydir. Ancaq o elmlərin hamısı cəmlənir ortaya çıxanda birinci növbədə musiqisinin ürəyi olmalıdır. Qardaşım sözünü kəsirəm, üzr istəyirəm. Buyurun, buyurun. Bax, indi elə adam gəlir, deyir, bir sənə var. Sən saz çalman xoşuma gəlir. Deyirəm, nətər? Dedi, bunu belə öyrədə bilərsən. Deyirəm, uşağın özündə olmasa, mümkün deyil. Deyirəm, bu uşaqda bir balaca tərpəniş olar. Sənətkardan Deyirəm, mən sənəti öyrədərəm gərək onu. oğurlayasan, Nətər hə? öyrədərəm də, baxıram ki, bunun həvəsi var. Aha. Uşaq var, balaca vaxtdan, amma bir saz al, gələn, o daxili çağır, bir ildən sonra tulluyur. Da öncə deysinir. Valideyn də deyir ki, söz eləm onu, sən çalan kim olsun da, benim türkümətlər belə. Aha, bəli. Deyirəm ki, bunda yoxdur. Biri var, bu musiqiyə gedə, həvəsi var. Həmişə həvəsi... Yəni, ötəri his, yəni bu sənəti davam etdirmək üçün gərəkli deyil. Uşağın beyində olmazsa, mümkün deyil. 100 dəfə sən bax, xətkeşlə deyil, mümkün deyil. Uşağın gərək özünün həvəsi olar. Gərək səni narahat eləyər. Aha, özü sizdən nə varsa Gəlim, onu bu burasını çəksin. öyrətdən olar. Burasını öyrətdən. Müəllim, ustad, şagirdə ancaq istiqamət verə bilər. Aha, Qalan və Zahid qardaşımız deyir kimi Allahın vergisi olmalıdır. Zakir bəy. Zakir bəy üzr istəyir. Yəni bu birinci növbədə musiqidir, incə sənətdir. Bəli. Hər hansısa bir sənətdir, şərt elə musiqidən getmir. Rəssamdır, nə deyim, rəngsazdır. Bunların hamısı Allah vergisi olmalıdır. Sonradan ustaddan istiqamət götürmək olar. Ancaq belə götürəndə biraz da bax, yenə də gəlirik bu qoçaqlıq, tənbəllik mövzusuna ki, düz deyirsiniz. Müəllim istiqamət verəndə də elə insanlar var ki, o qədər gözəl istedadı, o qədər bacarı var ki, artıq bu sənətə qarşı həvəsi yoxdur. Bəli. Bacarır, həvəs yoxdur ki, bunu irəli aparsın. Düz deyib, valideyn həvəsi var o musiqaya. Valideynin həvəsi İstəyir var, ki, bunu- valideyndə, bəli, Bu musiqa olsun. musiqiçi olsun. Zorla da öyle bu. Zorla deyil. Deyirəm ki, var məsələsi. Bunu müəllim öyrədirsə, təhsil almaq istəyirsə, müəllim öyrətsin. Yəni, mən elədiyim texnikaları öyrətmək istəyirəm, mən məşğul olaram. Demirəm, olmuram. Amma baxıram ki, bunda yoxdur. Yeni məşğul olduğunuz tələbələriniz var? Yoxdur. Var, bir dənəsi var idi, onu da götürmədim.
Baxıram Artıq ki, vaxt tapmırsınız, yoxdur, yoxsa siz vallahi Allah- istədiyinizi o qədər vermir? gəlib deyəndə müraciət edənlər var ki, gətirib uşağı yanına qoyum, onunla məşğul ol. Deyirəm ki, birincisi mən avariyadan düşmüşəm, mən yəni çox otura bilmirəm. Aha. Həm də bu uşaq bunu burası Yəni deyir, səhhətiniz imkan vermir. Ancaq belə səhhətim- götürəndə indiki gənclər də, hə Nəsim bəy, elə gənclər var ki, doğrudan da necə ki Zakir bəy görür, götürür, məşğul olur öz üzərində. Düzdür, məktəb keçən də olur, məktəb keçməyən də olur. Bu bizim söylədiyimiz kimi qanundan gələn bir şey olduğuna görə elə gözəl ifaları olur ki, valideynlərdən çox şey asılıdır ki, evladlarının həvəsi nəyədirsə, yəni o yöndə. Yəni mənim atam musiqiçidir, sırf sən musiqiçi ol, şairdir, şair ol. Bu yəqin düzgün fikir deyil. toylarda deyirlər, deyir ki, sən Və ya hansısa sənətdə pul var, onunla məşğul Mənə ol. deyir, Bu da- sən müəllimin kimi olur. Deyirəm, mən müəllimmişim, deyir, mən... Yəqin ki, sizin müəlliminiz Deyir də ki, hər bax, hansı dinlədiyiniz Bu bir musiqini, insan o. bu muğamı deyil, o məsələsi oxuya bilmirsənsə də, yəni. Bu nətər çalırsan, ifa eləyirsən. Deyirəm, musiqi ayrıdır. Musiqi ayrı şeydir. Bu dəqiqə o mahnıya o qədər qoşum ki, mamam gül evdən gəldi, belə etdi, o mahnını oxusa xoş gəlsin. Bunu mən bilmirəm, musiqi ayrı şeydir. Bu təzə Matif. bəstələdirsə bu mahnı. Matif ayrı şeydir. Bəli. Valla matif ayrı şeydir, cümcüməz. Deyirəm boğazınız qurudu, bəlkə gözəl bir kokteyl hazırlayaq. Elvin artıq hazırlıqlı vəziyyətdədir. Ləzzətli bir kokteyl hazırlayaq ki, siz də boğazınızı yaşdın ki, biraz sonra yenə deyirəm, məclisimiz az sonra qızışacaq. Çünki mən istədim əvvəlcə qonaqlarımızın fikrini öyrənək. Hətta Zakir bəyin fikri bizim üçün sənətdə uzun müddət olduğuna görə daha çox önəmlidir və o da açıqlayır ki, yəni sənət elə bir şeydir ki, insanın özündə olmalıdır. Əgər özündə yoxdursa, kimliyindən asılı olmayaraq istəyirsən valideyn olsun, istər müəllim olsun, istiqamət verdikləri halda da ortada heç bir şey olmayacaqdır. Hansı ki, kokteylimizin tərkibində 5 ədəd naringi, 2 ədəd kivi və stəkan yarım ananas şirəsi olacaqdır. Bunları blender vasitəsilə heç şirə çəkən maşından şirəsini çıxarmağa ehtiyac yoxdur. Blender vasitəsilə qarışdıracağıq və enerjili olmaq üçün səhər oyandıqdan sonra qəbul eləyə bilərik. Tərkibində istifadə etdiyimiz meyvələrə görə isə Təbriz 128-də yerləşən Milli Marketə təşəkkür edirik ki, hər gün bütün insanların damaq zevqinə görə cürbəcür kokteyllər hazırlayıb təqdim eləyirik ki, siz də həvəsə gələsiniz, bu ləzzətli kokteylləri hazırlayıb içəsiniz. Milli Marketdən bütün ərzaqları əldə eləyə bilərsiniz. Ət məhsulları, uşaq qidalarından, mətbəxdə istifadə etdiyimiz mayeləri. Bax, bütün bunlar hətta hədiyyəli, endirimli olacaqdır. Gedin, vaxt itirməyin. Buyurun. Yəni, bu musiqidən getdi söhbət. Bəli. Yəni, deyir ki, bunu örgət. Deyirəm, valla bu əmələ gələn deyil. Kim xeyrinlə qaçar? Bəli. Heç kim xeyrinlə qaçmaz. Həvəs, bəlkə həvəs daha önəmlidir. Deyirəm, düz deyəm, onda həvəs var. Bu dəvə bu şax kimi şeydir da, yəni istəyir ki, xoş gəlir da, nə deyim, bu qarmondur, nağaradır, gitaradır. Bəlkə o müəllimin özündən asılıdır, müraciət elədiyi insanın özündən asılıdır ki... Mənə deyir ki, bu örgənə bilərmi? Yox, bilərmi deyəndə hər halda... Mən nə bilim mən? Birinci onun musiqi duyumunu yoxlamaq lazımdır ki, əgər musiqi duyumu yoxdursa, heç kim ola bilsin ki, musiqini sevən insanlar çoxdur. Düzdür, biri var musiqini sevib musiqi duyumun olsun, biri də var ki, artıq ifaçı kimi. Bunların arasında yəqin ki, dağlar qədər fərq var. Mən də musiqini sevirəm, musiqi gələndə, sazın ifası gələndə mən heç buralarda olmuram, sizin yanınızda olmuram. Çıxıram, gedirəm, dərhal insanın gözünün qarşısına nə gəlir? Göy çəmənlər, dağlar, bağlar, buludlar mövsümdən asılı olaraq dəyişir. Duman, çən, hə? Bəli, bəli. Yəni o dumana çən aparmaq üçün də musiqiçi lazımdır. Elə hər musiqiçinin də havasına dumana çənə getmirsən. Elə musiqiçi var ki, baxırsan ki, musiqi hardan gəlir? Heç əl qaldıra bilmirsən. Ancaq elə musiqi var ki, özün istəmədən baxırsan ki, artıq sən oynayırsan, rəqs eləyirsən. Elvinə yəqin bunlar heç bir təsiri olmur. Çünki Elvin həmişə öz işi ilə məşğul olur. Mən öz işimlə də məşğul olsam, artıq o musiqini duyuram. Görürsən, deyirsiniz ki, bir dənə sənət oldu, bəs eləyir məsələ. Siz demirsiniz ki, məsələsi deyil. Məsəl üçün deyirəm. Bax, indi Elvin orada bir meyvə hazırlayır. Bəli. Bax, indi onu hər adam eləyə bilmir. Bunu nə eləsə, bunu belə eləsə bu alınacaq. Ona görə də nümunəvi insanların yanında əyləşmək lazım. Bir dəfə mən göstərdim, indi Elvin artıq özü hazır.
Yəni bu valideyndən asılı deyil. Həm Yox, düşdüyümüz özündən, mühitdən, özündən. şəraitdən. Ona görə bayaq mən söylədim ki, hər halda valideyn uşağı gətirirsə bir müəllimin yanına, bu uşaqda musiqi duyumu olur. Artıq qalır həmin insana, hansı ki insana müraciət eləmişik ki, həmin uşağı irəli aparsın. Elə müəllim var ki, doğrudan da elə bir şərait yarada bilər ki, uşağın olan qalan həvəsdə gedə bilər. Siz Nəsim bəy söylədiniz ki, yəni danışmağa deyil ən çox, belə götürəndə musiqiyə, sənətimə üstünlük verirəm. Ancaq elə yer var ki, doğrudan o sənəti sevdirmək üçün orada sözə ehtiyac var. Təbliğat aparmaq İnsan öz lazımdır. bəli, dilinin altında yatır. Yəni danışmayan insanı necə tanımaq olar bir sənətçini? Elə də siz sənətinizi irəli aparmaq üçün bir tələbəni həvəsə gətirmək üçün daha çox. Bax, indi bütün sənətlərdə, yəni deyə, yəni elə bir həvəs yaradırlar ki, baxırsan, deyirsən ki, mən bu sazı ifa eləyə bilərəm. Halbuki heç əlinə saz almamısan. Siz necə baxırsınız? Yəni, Mən buna niyə normal baxıram? Bu nətər baxmasın ki, buna? Bunun həvəsi varsa buna baxmalıdır. aha. Bu da həvəsləndir, ruhlandır, gərək hərəkət eləyər. Öz beyninlə işləyirsə, mənə dayandıramazsan İfa gedəndə, ifa gedəndə. aha. Çünki bu hamısı Allah tərəfindən gələndir. Elə ona görə dedim ki, biraz danışaq, sizi tanıyaq, sonra ifalara yer verək ki, birdən sizin ifanız gələndə dayandıra bilmədik. Birinci ifanı da Nəsim bəyə verdim ki, Nəsim bəy öz ifasını yazsın, ancaq fərqini bilmək üçün, çünki siz dediniz ki, Nəsim bəy, siz də yəqin ki, fərqini bizə açıqlayarsınız da, bir musiqiçi kimi ki, görək burada Zakir bəy nələrə toxunacaqdır ki, bu artıq əlbəttə ki, ifaçıdan ifaçıya çox fərq var. Eyni musiqini siz də ifa eləyin, Zakir bəy də ifa eləsin, fərqi olacaq. Bəncə televizorda yarışma baxırıq da, deyir ki, hərə öz şounu göstərəcək orada. Mən ona normal baxmıram. Niyə? Sən də yanıq şərəm çalmalısan, bu da yanıq şərəm çalmalıdır. Bəli. Onu yoxlamaq lazımdır. Yoxsa mən bir dənə cücələrimi qəşək çalıram, vəssalam qutardı. Səs verin, buna keçdi. Aha, siz deyirsiniz ki, eyni musiqini... Yarışma o deyil. Yarışma reportajda ayrılmalıdır, qardaş. Bu günlərim yanıq şərəm gedəcək, tərəkəmə gedəcək. Bax, bunu kənd eləyəcəkdən bu da eləyəcək. Bunu yoxlamaq lazımdır. Bəlkə bu tərəkəmə sən, bu tərif şahına tərif gedəcək bu. Yəni fərqli musiqilər... Fərqli, bəli. Burada incəliklər var. Bəlkə deyirəm, burada bugün yarış edək. Necə fikirləşirsiniz? Yarışma deyəndə orada özümüz ki. Fasiləmiz var, fasilədən sonra davam edəcəyik. Aha, deməli kokteylimiz hazır oldu Zakir bəy. Söylədiyim kimi məclisimiz dedim axı biraz sonra qızışacaq. Deyəsən artıq qızışma başlayır, hə? Deməli sizin üçün də kokteyl hazırladıq. Dadına baxmadınız, getdiniz, qaydanda içərsiniz. Hər halda sizin üçündür. Tərkibində hansı ki, nədən istifadə elədik? Elvin. Aha. Və bunu təbii ki, ananas şirəsindən qatdıq və gözəl bir kokteyl hazırladıq. Təşəkkür edirəm və tərkibində istifadə etdiyimiz meyvələrə görə Təbriz 128-də yerləşən Milli Marketə təşəkkür edirik ki, hər gün burada cürbəcür kokteyllər hazırlayırıq və bütün şəhərimizə gələn qonaqlara, şəhər sakinlərimizə də məsləhət görürük ki, alış-verişinizi məhz Milli Marketdən üçün, çünki Milli Marketdə alıcılar üçün xüsusi endirimlər və hədiyyələr var və keçirik artıq bizim səbirsizliklə gözlədiyimiz bu fərqli saz ifasına, hə Zakir bəy? Bəli. Nə ifa edəcəksiniz birinci? Baş darsiyə ifa edəcəyim. Aha. Sonra da qalmış, bax eləyərik. Hə də siz söylədiniz axı dayanmırsınız. Və bu arada seçim sizin özünüzün olacaqdır ki, Nəsimi bəylə burada bir ifanız olacaq, eyni ifa. Bəli. Yəni ümumiyyətlə fikrinizdə var nə isə ifa edəsiniz, yoxsa necə? Var, nə yoxdur, eləyək də. Sazın emblemi olan yanıq şərəmi salarıq da. Ürəyin ətər istəyir. Yəni saz varsa orada yanıq şərəmi var. Sən sola işləyək, sən həmin ürəyin ətər istəyir. Sizi dinləmək istəyirəm. Onda ifadan sonra, birinci sizin ifanız gəlsin, sonra davam eləyərik. Buyurun.
Təşəkkür edirəm, çox Başım sağ olun, olun. sağ olun. Doğrudan da ifanız əlaydı. Bəs fərqi necə? Fərqini yoxsa burada yarışmadan sonra biləcəyik? Nətər desəniz, fərqi çalışdan insanlar, nə bilim, baxanda bilirsən ki, Aha. nə var. Hı -hı. İndi o kişinin texnikası ayrıdır, mənim texnikam ayrıdır. Yəni burada istifadə etdiyiniz texnikalardan asılıdır, hə? O da böyük işdir. Bu ayrı texnika ilə çalar, mən ayrı texnika ilə çalaram. İndi tamaşaçı da deyirəm, mən Əsas odur qoy ki, öyrəsin musiqini məsələn. sevdirəsən. Bəli, Bəs bəli. aşıq havaları necə? İfa eləyirsiniz? Oxumaq. Oxumaq, hə. Oxuyuram. Daha meylim belə də çalışdım. Hələ mən indi ayrı kökdə işləyəcəm. Aha. Görəcəksiniz. Yox, indi oxuyun demirəm. Ümumiyyətlə deyirəm, aşıq Bəli, musiqiləri oxu- ifa tez eləyirsiniz oxuyuram. yoxsa necə? Oxuyuram düşəndə. Ancaq bugün bizim üçün segah olacaq, hə? Bəli, bir dənə segah oxuyacağam, ata segahı. Mən deyirəm, müqayisə eləmək üçün bir gözəl ifa da Nəsim bəyə verək, hə? Olar. Gəlsin sizdən, Canlı bir ifa sizdən gəlsin, hansı bir musiqi segah gələcək? təsnifi. Hə, Bir gəlsin. secah təsnifi olacaq. İlk baxar deydim. Görürsünüz? Deyirəm, yüz eşitməkdənsə bir görmək yaxşıdır. Görək indi fərqi necədir? Olacaq ya yox? Çünki hər bir musiqinin özünə uyğun texnikası var.
Təşəkkür eləyirəm, çox sağ olun. Əlaydı, deyir, bir şirin dilə bəndən. Və sizdə necədir? Bir şirin dildən sonra dayanmırsınız musiqinizə, yoxsa Zakir bəy? Bəli, bəli. Yəni tərif verəndən Bu sonra... Seycanın dalından bu dediniz elə bəndəm. Aha. İndi onu ifa eləyəcəm dalından. Aha. Şirin olacaq. İnşallah. Yaxşı şirin olar. Yəni şirinliyinizi qatacaqsınız, Bəli, bəli. və Şirinliyimi qatacam, orada musiqidə deyəcəm. Hə, fərqi nədir Bəli, onu fərqini deyəcəksiniz? Bəlkə gəlsin ifa? Gələk. Gəlsin görək. Sazda gəlir, hə? İfanız sazda gəlir, yoxsa? Yox, oxuyum dalından. Hə, oxuyacaqsınız. Hə. Yox, onda biraz sonra oxuyarsınız. Biraz danışaq, sonra oxuyarsınız. Mən istəmirəm ki, bizim, bilmirəm, fasiləmizə nə qədər var, birdən ifa edəcəyiniz musiqi yarımçıq qalar. Yəni, şirinlik oxuyanda daha çox üzə çıxır, yoxsa ifada? Həm ifa edəcəksiniz, həm oxuyacaqsınız, yoxsa necə? Yox. Müşayiət ilə, elə? Hə, sazdan ifa etməyəcəksiniz sazda. Yox. Bəs bugün qarmonda necə? İfa edəcəksiniz? Niyə eləmirəm? Qarmonda da ifa edəcəksiniz. Yəni hazırlaşmısınız qarmonda ifa etmək üçün, yoxsa sizə hazırlıq lazım deyil? Bəlkə də 20 ildir, 15 ildir ora mən əlimi vurmuram. Mən yenə gətirdim, instrumenti ver, həmən qaydada. Mən əlim belə oldum. Mənə məşq lazımdır. Mənə məşq lazımdır. 30 ildə artıq siz məşq eləmişsiniz. Məşq lazım 30 deyil ildən sonra mənə. nə söhbətdir? Vallahi Ancaq məşq eləmirəm. müəyyən bir yerdə çıxış eləmək üçün məşq lazımdır ki, artıq orada dəqiqləşsin ki, nə ifa olacaq. Muskatlar var, sözünüzü kəsirəm. Bəli. Deyirəm, deyir məşqə gedirik. Deyirəm, gündə toydasınız, mən məşq. Məşq də olmuyor. Yəqin ki, yeni repertuar hazırlayırlar. Yox, fərqi yoxdur onun. Yəni toyda eyni musiqilər eyni gedəcək, şeydir. şux musiqilər olsun. Bəli. Ancaq bugün heç bizdə şux musiqi gəlmədi. Gəlir də axıra saxlamışıq. Gələcək axıra saxlamısınız. Niyə görə axıra saxlamısınız? Axırda da şux musiqilər gələndə sonra çıxırsınız, gedirsiniz, biz də burada dayana bilmirik. Yəni biraz əvvəldən başlamaq lazımdır. Mənə elə gəlir ki, Bəli. vaxtı çatıb artıq şux musiqilərin. Çünki yenə deyirəm, səhər-səhər bütün oyanan insanlar istəyirlər ki, xoş əhval ruhiyyədə olsunlar. Əlbəttə ki, bizim bütün musiqilərimiz gözəldir. Ancaq şux musiqiləri insanların ehtiyacı var da həmişə. Bizim kokteyllərimiz hazır olduğuna görə mən istəyirəm kokteyllərimizi. Zakir bəy, sizi də yenidən yerinizə əyləşdikdən sonra dadına baxarsınız kokteylimizin. Buyurun. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun. Və qeyd edeyim ki, tərkibində bu istifadə etdiyimiz bütün meyvələri Milli Marketdən siz də gedib əldə eləyə bilərsiniz və çox dadlı, ləzzətli kokteyllər hazırlayıb içə bilərsiniz. Milli Market Təbriz 128-də yerləşir və bazara getməyə ehtiyacınız olmayacaq. Bütün ərzaqları oradan gedib əldə edəcəksiniz. Ən dadlı, ən ləzzətli xörəklərinizi hazırlayıb süfrənizə təqdim edəcəksiniz. Fikirləşmə ki, Elvin, səni unutmuşam, çünki səni unutmaq olmaz. Ən azından dadlı kokteyllər hazırlayırsan. Necədir işin? Yaxşıdır Tacir xanım, işim gözəl gedir. Öz qaydasındadır işim və sadəcə bunun mən yenə sizə deyirəm. Biz bunu yəni gözləmək üçün, yəni ki, hazırını görmək üçün gözləməyimizə ehtiyac ona görə lazımdır ki, qurumalıdır. Bu qurumasa çünki quruyub sərt bir material olacaq, taxta kimi olacaq da belə deyim sizə. Və bu qəzet heç də qəzet kimi yox, çox sərt bir taxta kimi olacaq və biz bunu İstədiyimiz, təsəvvür edərsinizsə bunu çıxardırıq biz bunun içindən və içi boş, gözəl bir suvenir kimi də, içi müzru qabı kimi də hər şey kimi istifadə edə bilərik və sadəcə bu sonda bunun üzərinə qaşlarla və ya qabiliyyəti olan insanlar öz bacarıqları ilə gözəl şəkillər və ya naxışlar çəkə bilərlər və təbii ki, sonda ağ sprey boyayla, mən ağ dedim, çünki ağ rəng seçdim. Ancaq məncə belə elə kağız şəklində olsa da, qəzet şəklində olsa da çox maraqlı olacaq. Bəli, olar, məncə də olar, ancaq mən belə planlaşdırmamışam bunu, tamam başqa şey olacaq bunun üzərində, onun üçün İstəkdən asılıdır. Sənin planına qarışa bilmərəm, çünki sənin fikrində nədirsə, onu edəcəksən, mən artıq bunu bilirəm. Ancaq belə qəzet kimi qeyri-adi görsənir. Bizə nə görə ağ, boz hər yerdə ola bilər. Bəli, belə də çox maraqlı görsənir. Aha, oldu. Fasilədən sonra davam eləyərik. Eləyərik.
Ah yaram aman, aman, aman yaram aman aman ah yar hey 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 atası olanlar kadrini bilir atası olanlar kadrini bilir yamana veremez atasız dünya ona secde kılın ona baş eğ ona secde kılın ona baş eğer yamana veremez atasız dünyaya zat kapıya bakıram kapımı açma kapıya bakıram kapımı açma şekline bakıram dilmir danışmır könlümü yasaklayar könlü barışmır könlümü yasaklayar könlü barışmır yamana veremez atasız dünya hayatan ciddi hayatan ciddi maraya bir ki hayatın ciddi gönül güzaranın sevincinde ele bir emremen sonu bitti ele bir emremen sonu bitti yamana veremez atasız dünya atasız dünya Atabar behredir istiyacandır Atabar behredir istiyacandır Evlatların yolunda ata çırağında Kanatsız bir kuşam atan ki yoktur Kanatsız bir kuşam atan ki yoktur Yabana veremez atasız dünya atasız dünya Hayattan, baksadan gür sesi gitti Hayattan, baksadan gür sesi gitti Həmri hararəti nəfəsi getdi O kökür ağacının kölgəsi getdi
Yamana veremeş atasız dünya, atasız dünya. Geden gelen birdenbire azaldı. Geden gelen birdenbire azaldı. Başımın üstünü duman çen aldı. Bütün arzularım yarımsık kaldı. Bütün arzularım yarımsık kaldı. Əzdinəm ata yeri. Görmeyəsiz ay dostlar, ay qohum kardeşler, hata yeri. Vallahi 100 bindən yanan olsa, vallahi 100 bindən yanan olsa, vermez bir koca ata yere. Aman aman, aman ayda deme varım. Aradan kürebede, bülbülem kürebede. Aradan kürebede, bülbülem kürebede. Bir dirmeyin gende, bir şirindir tebede. Bir dirmeyin gende, bir şirindir tebede. Elebede, gülebede, bir şirindir tebede. Elebede, gülebede, bir şirindir tebede. Karanfilem dəstəyəm, karanfilem dəstəyəm, bülbüləm qəfəsdəyəm, gedir yarıma deyəm, dərdindən mən xəstəyəm, gedir o yara deyəm, dərdindən mən xəstəyəm, elə bədəm elə. Bir şirin dile ben dert dilem, ele bedem ele. Bir şirin dile bedem dilem, ele bedem dile bedem. Bir şirin dile bedem, ele bedem dile bedem. Bir şirin dile bedem. Teşekkür ederim. Çok sağ olun. Doğrudan da insanın özünün düzü sözler güzeldir dinlediğimiz musikidir. Müğenninin, ifaçının güzel bir şirinliği olmalıdır ki o da insanın Bax şirinlikdən gönlünü dediniz, okşasın. bax, sözü Elə kəsirəm. şirinlikdən də benim. Gözəl deyirəm ki, elə bəndəm, elə. Bax, bu ən şirinlikdir. Artıq siz öz şirinliyinizi o musiqiyə Bəli. qatırsınız. Bəli, həm fərqli yol Çatdırmaq olur, həm lazımdır. də gözəllik olur. Telefon bağlantımız var. Qoşaq sonra davam eləyərik. Alo, sabahınız xeyir olsun. Alo, salam. Xoş gördük. Necəsiz? Sağ ol, siz necəsiz? Təşəkkür edirəm. Çox sağ olun Ruhiyyə xanım. Buyurun. Sizin o musiqiçiləri çox təbrik eləyirəm. Çox sağ olun. Salamlayıram. Başda Zakir müəllim olmaq şərti ilə. Təşəkkür edirik. Çox gözəl muzikantdılar. Nağara infaatçı Emir bəyi də təbrik eləyirəm. Çox yaxşı, çox gözəl infaatçılardılar. Təşəkkür edirik. Çox sağ olun. Çox sağ olun, zənginizə görə artıq təriflər başladı. Ancaq mənə elə gəlir ki, biraz əvvəl söylədiyim kimi, hay Nəsim bəy, artıq bu da qəmli notlara toxunmuşuq. Bəlkə gözəl bir şux ifa sizdən gəlsin.
Bəs bunu dəyişmək üçün biz saxlamışdıq yanıq kərəmini. Nə oldu? Fərqi yoxdur, birində mən çalaram onu. Bəli. Fərqi Onda yox. elə davam eləyək, Hə, görək bir də siz mən çalayım. əyləşməyin. Ola bilsin ki, arada nəysə sazı verim, hə? Bəs biz yanıq kərəmini burada dəyişməliydik. Burada yarış qurmalıydıq. Nə oldu? Aha, buyurun. Və bu arada da ikinci kokteylimizi Elvin hazırlamağa başlayıb. İkinci kokteylin hansı ki tərkibində? Aha. 1 ədəd yaşıl alma, 1 ədəd portağal, 2 ədəd yaşıl alma, 1 ədəd kivi, 2 stəkan şaftalı şirəsindən istifadə edəcəyik. Bunların şirəsini şirə çəkən maşından keçirdikdən sonra blender vasitəsilə qarışdıracağıq və nuşi canlıqla içəcəyik. Tərkibində istifadə etdiyimiz meyvələrə görə isə Təbriz 128-də yerləşən Milli Marketə təşəkkür eləyirik ki, bütün şəhərimizin qonaqlarına və şəhər sakinlərinə də məsləhət görürük ki, gedib alış-verişinizi Milli Marketdən edəsiniz. Çünki Milli Marketdə bizim istədiyimiz bütün ərzaqları əldə edə bilərik ki, mətbəximizdə də çox dadlı, çox ləzzətli xörəklər hazırlayaq, ailəmizə təqdim eləyək. Milli Marketdə ət məhsulları, uşaq qidaları, makiyaj üçün lazım olan ləvazimatları, mətbəxdə istifadə etdiyimiz mayələri, bax, bütün bunların hamısını Təbriz 128-də Milli Marketdən əldə eləyə bilərik. Necədir? Hazırsınız, yoxsa necə? Yaxşı, deyirəm ki, mən istəmirəm, yəqin ki, siz başladınız ifanıza biraz uzun çəkər. Fasilədən sonra, ancaq fasiləyə hələ keçmirik. Fasilədən sonra ifanız gələr. Bunu, yəni ki, mən vaxtı sizin hazırlaşmağınız üçün almıram. Haradasa musiqi alətlərini hazırlamaq lazımdır. Çünki mən bilirəm ki, siz hazırlıqlı insanlarsınız. Maşallah, ifalarınız hamısı elə bir ürəyinizdən gəlir. Əllərinizin belə tərpənişindən deyil, hə? Onun da fərqi çox olar, hə? Tərpənədir, çoxdur. Yəni, ürəkdən gələsi olmasa, əllər yüz hərəkət eləsin. Hər bir, üzr istəyirəm, hər bir musiqi əsəri yaranan, xırda bir musiqi də əsər sayılır. Hansısa bir musiqi əsəri göydə Allahın vergisidir. Yerdə insan beyninin, ürəyinin və əllərinin bəhrəsidir. Əlbəttə ki, bütün sənətkarlar Allahın yaratdıqlarını görürlər. Bəli. Belə rəssamları götürək, artıq yaradılmış bir şeyləri təsvir edirlər. Elə də musiqiçilər, yəni elə bir gözəl sənətdir ki, hər kəsin ürəyini oxşuyursunuz. Ancaq yarışımız fasilədən sonra olacaq. Çox qısa aradan sonra elə məhz yarışla da davam edəcəyik. Söz verdiyimiz kimi indi burada yarışma olacaq. Hansı musiqi olacaq bəs? Ruhani, tütək səs. Aha, ruhani eyni, hər ikiniz bir yerdə ifa edəcəksinizsə. Gəlsin orada, onda bizim ruhanimiz.
Təşəkkür edirəm. Çox sağ olun. Əlaydınız. Ancaq bu yarışma qalibi müəyyənləşdirmək üçün deyil idi. Sadəcə gözəl bir tamaşaçılarımız üçün musiqi ərmağan eləmək idi ki, bu da sizin sayənizdə çox gözəl alındı. Çox sağ olun. Təşəkkür Təşəkkür edirəm. Əla. Deməli bir anonsumuz var. Sonra yəqin ki Zakir bəy qarmonda ifasını bizim üçün edəcək. Saat 10 telefon bağlantımız var. Qoşaq sonra anonsumuzu eləyərik. Alo, sabahınız xeyir olsun. Xoş gördük. Necəsiz? Sabahınız xeyir xanım. Necəsiz? Sağ ol canım mənim. Necəsiz? Təşəkkür edirəm. Çox sağ olun. Bizim ekranımızın yaraşığı xanım. Çox sağ olun. Mən o Zakir müəllimi salamlamaq istəyirəm. Ona Aha, xoş buyurun. gəlsin deyirəm. Təşəkkür Sağ olun. edirik. Öz təşəkkürlərimi ona bildirmək üçün. O məni çox duyğulandırdı öz gözəl həzin səsindən. Təşəkkür edirik. Çox sağ olun. Mənim salamlarımı, Gəncə salamlarını ona çatdırın. Bilmədim, mən gec qoşulmuşam. Bilmədim Gəncədəndir, regionlardandır, hardandır. Aha. Amma çox duyğulu səsi var, çox şirin səsi var, çox məlahətli səsi var. Təşəkkür edirik. Çox sağ olun zənginizə Çox görə. duyğulan- Aha. Və saat hər gün həftə içi 5 gün 10:00-dan qoşula bilərsiniz. Hətta canlı yayımımıza, efrimizdə də fikirlərinizi bildirə bilərsiniz və əgər maraqlı söhbətlər, gözəl qonaqlar görmək istəyirsinizsə, hər səhər yaxşı əhval ruhiyyədə olmaq istəyirsinizsə, biz buna çalışırıq. Çalışacağıq ki, bu halları sizdə yaradaq. Və anonsumuzu edək, çünki bugün saat 14:00-da Sona ilə Muradın təqdimatında Yaşamaq Gözəldir verilişi yayımlanacaq. Görək onlar bizim üçün nə hazırlayıblar. Hər vaxtınız xeyir olsun. Hər vaxtın xeyir tacirə. Hər vaxtınız xeyir olsun tacirəm. Sizi salamlayırıq və bugün efirimizdə nələr olacaq anons eləyək. Kükürtlü suyun təsirindən danışacağıq bugün. Onun müalicəvi əhəmiyyəti barəsində danışılacaq efirimizdə və insanlar bu barədə məlumat əldə etmək istəyirlərsə 024 244 11 99 nömrəsi vasitəsilə bizimlə əlaqə saxlayıb suallarını ünvanlaya bilərlər. Canlı yayımda biləcəklər ki, kükürtlü su ilə hansı problemləri aradan qaldırmaq olar. Bu bir deyil, iki deyil. Mən təxminən bir neçəsini deyim, siz diqqətinizdə olsun. Bel, oynaq, sinir ağrıları, ürək-damar sistemi xəstəlikləri və daha nələr. Kükürtlü su. Bax, bu müalicə növündən danışacağıq. Diqqətiniz bizdə olsun. Hamınız saat 2 tamamda Region TV-nin efirində canlı efirində gözləyirik və sizi də həmçinin uğurlar. Uğurlar və deməli ikinci kokteylimizi Elvin hazırladın, hə? Hazırladın. Deməli hansı kokteyl idi bizdə? Portağal olan, hə, tərkibində? Portağal, alma. 1 ədəd portağal, 2 ədəd alma, 1 ədəd kivi və 1 stəkan şaftalı şirəsi. Əlbəttə ki, meyvələrin şirəsini çıxarırıq, sonra onları blendera əlavə edirik. Blender vasitəsilə də qarışdırdıqdan sonra nuşecanlıqla içə bilərsiniz. Və tərkibində istifadə etdiyimiz bütün meyvələri Təbriz 128-dən Milli Marketdən siz də əldə eləyə bilərsiniz və çox ləzzətli kokteyllər hazırlayıb içə bilərsiniz. Bütün şəhərimizə gələn qonaqlara və Gəncə sakinlərinə də məsləhət görürük ki, gedin alış-verişinizi məhz Milli Marketdən edin. Çünki Milli Marketdən əgər alış-veriş etsəz, heç bir yerə gedəsi olmayacaqsınız. İstədiyiniz ərzaqları oradan əldə edəcəksiniz və ailəniz üçün ən dadlı, ən ləzzətli xörəkləri hazırlayıb yeyəcəksiniz. Elvin, necədir işin? Kokteyllərə görə təşəkkür edirəm. Şimdi Tacir xanım, gördüyünüz kimi hələ də biz bunun üzərini... Birinci işi yəqin ki, bitdi. Bəli, birinci mərhələsi belə başa çatdı və bunu biz qurumağa qoyacaq. Bugün tamamilə özünü yenə laklayacaq, kreləyəcək. Quruyandan sonra səhər bir qat düzünə biz bunu qəzət çəkəcəyik, daha dözümlü olsun. Yenə quruyacaq. Yəqin ki, qurumaz, sabaha biraz vaxtımız olar. Ancaq Yəni bu sabah təqdim edəcəyik, yoxsa onun quruma mərhələsi biraz çox gedəcək. Özünüz görürsünüz də Tacir xanım, çox xırda işləyirik. Bunlar biraz gec quruyur. Ona görə biraz vaxt lazımdır, amma sonunda inandırıram ki, sizi çox gözəl bir iş hazırlayacaq. Təşəkkür edirəm. Bir sual verəcəm Nəsim bəy. Ümumiyyətlə, bax, tək ifa eləmək asandır, yoxsa digər saz ifaçısı ilə ifa etmək asandır? Yəni, sizə hansı hasant gəlir? Fərqi eləmir. Fərqi yoxdur, hə? Qarşımdakı gözəl sənətkar olanda fərqi yoxdur. Hə, sizi tamamlasa fərqi yoxdur. Tamamlamasa onda fərqi. Tamamlasa dedim, mən özüm böyük sənətkar kimi demədim. Yox, qarşımdakı böyük olanda, mən xoş olur ki, nəsə öyrənib, bəli. Fikrimiz üstə düşəndə, harasa Zakir müəllimdən dəstəklə fikrimiz belə düşə bilir ki, mən Gəncədə böyümüşəm, ancaq Bərdədə doğulub bura köçüb gəlmişəm, son illər uşaqlıqdan burada böyümüşəm. Bu qardaşlar da Yevlaxdan gəliblər. Yəni bir bölgədir belə deyək, yəni bəlkə də ona görə tutur biraz musiqi.
Fikirlərimiz bir-birini ona görə tamamlaya həftə bilir. yox. Qarabağ yaxşı. bölgəsinin musiqisinə hardasa Əlbəttə, ümumiyyətlə uyğunlaşırıq. musiqi anlayışı olandan sonra mən elə gəlir ki, Musiqi orada çox anlayışı. hazırlığa da ehtiyac yoxdur. Bəli. Bir-birinizi tamamlaya bilərsiniz. Hansı musiqi gələcək Zakir bəy bizim üçün qarmonda? Apardı sellər sara. Bax. Bəh, gəlsin. Nasıl görür? qədər. İnşallah sabah eyni vaxtda görüşəcəyik və elə bu musiqi ilə də sizinlə sağollaşırıq.